Salam. Bugün katarakta barədə sizdən bölüşmək istərdim. Katarakta elm adıdır, amma el arasında biz ona deyirik mirvarı suyu. Qara suyla çaşdırmayın. Çünki mirvarı suyu başqa bir xəstəlikdir, qara su başqa bir xəstəlikdir. Çox adam su eşidəndə fikirləşir ki, əgər mənim gözlərim sulanırsa, deməli məndə elə mirvarı suyudur. Əslində kataraktanın simptomları, yəni ki, xəstə nə hiss edirsə, tam başqadır. Bunu izah eləmək üçün mən sizə əvvəlcədən istərdim ki, gözün anatomiyasını biraz xatırladım. Deməli, göz optik bir sistemdir. İşıq bu tərəfdən gəlir, işıq sınır və gəlib düşməli düz gözün dibinə. Bu baş vermək üçün burada olan bir büllur, biz onu adlandırırıq. Bu büllur gərək əlbəttə ki, şəffaf olsun. Təsəvvür edin ki, şəffaf olmayanda bu büllur necə olur? Belə olmalıdır deyə. Amma belə yox, belə olur. Əlbəttə ki, buradan heç bir işıq keçməyəcək, keçsə də çox dumanlı olacaq. Siz bu simptomları necə bilə biləcəksiniz? Əlbəttə ki, həkimsiz bunu diaqnoz qoymaq qeyri-mümkündür. Amma ev şəraitində güclü bir dəyişikliyi siz necə hiss edə bilərsiniz? Əlbəttə ki, görməyinizi gərək yoxlayasınız. Tutaq ki, müəyyən bir məsafədən 2-3 metrdən uzağa baxmalısınız. Ola bilsin kitab olsun, ola bilsin hansısa bir şəkil olsun. Əvvəlcə bir gözü bağlayıb, sınaqdan keçin, necə görürsünüz? Sonra o bir gözü bağlayıb, müqayisə edin, necə görürsünüz? Əgər biri o birisindən dumanlı görürsə və ikisi də əvvələ baxanda dumanlı görürsə, çox güman ki, sizdə hansısa bir xəstəlik var. Statistikaya əsaslansaq, tez-tez rastlaşan xəstəlik məhz mirvarı suyu ya kataraktadır. Çox vaxt insanlar sual verir ki, həkim, siz bu mirvarı suyunu ya kataraktanı xaric eləyəndən sonra mütləqdirmi ora linza qoyasınız? Əlbəttə ki, mütləqdir. Çünki bu özü bir linzadır. Siz bu linzanı oradan xaric edəndə onu nəyinəsə gərək əvəzləşdirəsiniz. Çox vaxt verilən suallardan biri, həkim, bizə mirvarı suya katarakta diaqnozu qoyulubsa, biz onu nə vaxt əməliyyat eləməliyik və əməliyyatsız onu təmizləmək olarmı? Əfsuslar olsun ki, əməliyyatsız təmizlənilmir və profilaktik heç bir müalicə də yoxdur, heç bir dərman yoxdur ki, biz istifadə edək və mirvarı suyu təmizlənsin yaxud qabağı alınsın. Əgər əmələ gəlibsə, bilin ki, bu getdikcə dayda artacaq və görmə dayda dumanlaşacaq. İndi nə vaxt onu əməliyyat edək? Əgər sizi görmə qane eləyirsə, çünki həmin o mirvarı suyu ya biz dediyimiz katarakta bir neçə cürə ola bilər. Tutaq ki, bildiyiniz kimi bu şəffafdır. Belə yox, belə də ola bilər. Belə olmasa, belə də ola bilər. Və bütün bu hallarda görmə itiliyi tam fərqli olur. Birində daha yaxşı, birində daha pis. Əgər sizi görmə itiliyi qane edirsə, əməliyyat olunmaq vacib deyil. Siz tərəfdən, xəstə tərəfdən. Həkim tərəfdən isə bizim üçün ən önəmli nədir? Gözdə bu büllurdan sonra başqa, mirvarı sudan başqa xəstəliklər də var. Torlu qışa var, göz dibində qan damarları var, sinir var. Əgər biz belə bir linza ilə, ya şəffaf bir büllurla göz dibini görürüksə və görürük ki, orada heç bir problem yoxdur, heç bir damarda, sinirdə bir xəstəlik yoxdursa, siz gözləyə bilərsiniz. Əlbəttə ki, əgər belə deyil, belədir, bəllidir ki, biz gözün içinə ancaq bəbəkdən baxa bilərik. Bəbəkdən baxanda əgər göz dibini görmürüksə, hətta xəstə desə ki, məni qane edir bu görmə, bu biraz xatalıdır. Nəyə görə? Əgər göz dibində hansısa bir xəstəlik artıq baş veribsə və inkişaf edirsə, biz onu müşahidə edə bilmirik. Katarakta xaric olandan sonra biz göz dibini müşahidə edib, vaxtı-vaxtında hansısa bir müalicəyə başlaya bilərik. Hansı linza qoyulsun gözə? Bu bir neçə linzalar var. Ağıllı linzalar deyirlər, multifokal linza var, torik linzalar var, çeşidlər çoxdur. Bunu sizə ancaq sizin həkiminiz baxıb deyə bilər. O bir tez-tez verilən suallardan biri də, həkim, bu ağrılıdırmı ya yox? Əlbəttə ki, heç bir ağrı yoxdur. Əvvəllər biz narkoz verməliydik mirvarı suyu xaric eləmək üçün. Ondan sonra keçdik iynə vurmağa. Hal-hazırda artıq elə müalicələr var, elə dərmanlar var ki, sadəcə bir dərman damcılamaqla artıq ağrı tam keçir və əməliyyat təxmini 5 dəqiqə vaxt aparır, həmən günündə evə gedirsiniz.
2 gözlə birdən eləyək ya bir gözü, məsləhət hal-hazırda məsləhət olur ki, bir-bir olunsun. Aralarında da 1-2-3 həftə vaxt ola bilər, yaxud da lap 10 ilə qədər gözləyə bilərsiniz. Əsas odur ki, göz tibi görünsün və bir xəstəlik olsa onu vaxtında biz müalicəyə başlayaq.